Herkese salam qızlar. Nihayət bir il aradan sonra yenidən video çəkmək qərarına gəldim. Bura belə mətbəximin son halı. Onu yeyib çıxıb gedib, dağılıb axıra qalan mən olmuşam. Mən də səhər yemək yemədiyimə görə bir stəkan çayla dedim işlərimə davam edeyim. Buraların halı belə. Qablar yığılıb qalıb. Buralar belə. Əslində hər axşam təmizləyib yatıram, yenə də səhərə dağılır. Bura mətbəximin son halı. Gedə görə öbür otaqlar nə haldadır. Koridorum. Koridor yenə də dağılıbdır. Bura belə dünən yağış yağırdı deyə paltarları asmışam. Buraları belə çıxardıb atıblar, quruyanları götürəcəm. Bura yenə belə qonaq otağı. Qonaq otağımın da son halı belədir. Burada da yine paltarları yuyub asmışam. İndi hamısını ipdən yığmışam daha doğrusu. Qurusun qatlayıb yerinə yığıq. Belə. İlk öncə buraları yığışdıraq. Qənd doldurarıq burada. Neyse kızlar kalın olsun. Üstünü temizleyeceğim. Aslında ben gazımın üstünü her akşam temizleyeceğim. Yatağımda. Yine de. Şimdi bu kabloları kaldı. Bunlarla kısmak istediğim.
Kızlar, qablarımı yudum, buranı təmizlədim. Qablarımı da yudum, yığdım. Çaynikdə verdim qaynama. Neyse bunları yer bir şey diyerek. Bir şey. Benim. Neyse. Buranı düzəldim. Bu da elə. Hadi. İndi isə qızlar sıra burdadır. Burada axşamdan sərdiyim paltarların hamısını qatlayıram. Quruyanları kombilərin üstünə sərirəm qurusun. Qaynımın da yerinə yığıram. Əslində buranın divan üstlükləri var. Prosto hamısını yuyub qatlayıb buraya yığmışam ki, qızım dağıdır, batırır. Qonaq gələndə də qalırıq belə. Ona görə hələlik müvəqqəti bunları sərmişəm. Sonra yəni dəyişəcəm qonaq gələndə. Belə indi isə yerlərdə yığım. Sonra işimizə davam edək. Buradan başlayaq. Bunları buraya yığaq. Sonra qatlayarım. Biraz da qartılayaq yerə. Belə. Bunun da üstündə şüşə var. Belə. İçinə gül dekorunu özüm qoymuşam. Prosto uşaq dağıdır deyə, ona görə şüşə də qırar deyə, ona görə üstünü örtürəm hər zaman. Bu da belə. İndi isə başlayaq yerləri yığaq. Belə. Belə. İsə qızlarına bunu qatladım, bura qoyacağım. Üstünə də bir şey atacağım. Belə. Üstündə bunlardan bir tanesini atalım. Demək görünməsin. Buranı da düzəltək belə. Qızlar, siz necəsiniz, neyinirsiniz? Bir il müddətində YouTube'da yox idim. Başıma o qədər hadisələr gəldi ki, yəni belə deyim də, telefonum yandı. Qızım telefonumu yandırdı. Təsəvvür edin, bir il içində 3 dənə, 4 dənə telefon dəyişdim. Hamısını suya atdı, yandı, üstünə su tökdü, belə. Nə deyim, 3 dənə, 4 dənə telefon yandı. Bu sonuncu şansım. Sonuncu şansımdır. Yəni bu da yansa mənə telefon almayacaqlar. Yəni, hədsiz özüm də bezirəm. Yəni alan da bezir ki, nə qədər telefon yandırmaq olur. Belə. Ona görə çəkilişlər eləyə bilmirdim, çəkə bilmirdim. Çəksəm belə ya bir telefonun səsi çıxmırdı, ya o biri telefonda nə bilim, nəsə zaryadka yerini xarab eləyirdi. Yəni ümumiyyətlə çəkiliş eləyə bilmirdim. Amma nəhayət ki, yeni telefon aldım. Yəni inşallah çəkilişlərin davamı olar. İnşallah ki, özümü toparlayıb çəkilişlər çəkə bilərəm. Hələ ki, təzə olduğuma görə qəşəng çəkilişlər çəkə bilmirəm. Özümü də düşə bilmirəm deyə heç çəkə bilmirəm normal çəkilişlər. İnşallah ki, gözəl videolar gələr. Davamı olar. Sizlərdən isə xahişim budur ki, kanalıma dəstək olun, abunə olun və yeni videoların gəlməyini gözləyin. Siz necəsiniz, neyinirsiniz? Belə. Ailədə neçə nəfərsiniz? Biz ailədə bu arada deyim ki, 6 nəfərik. Qaynanam, qaynatam, yoldaşım, mən, qızım, bir də qaynım. Buna görə çəkilişlər eləmək biraz çətin olur. Yəni bir adam işdə olsa da, məsələn bir evdə olur, yemək, çay, su. Ona görə çəkilişlər qəşəng eləyə bilmirəm. Vaxt olmur, iş çox olur, uşaqlar ailədəki dəyişər. Yəni iş bitmir. İndi isə quruyanları qatlayaq. Quruyanları da sərərik quruyar. Uşaqlar ailədə çəkiliş eləmək də çətindir. İş görmək də, temboyda ki, belə də hər şey çətindir, hər şey. Ona görə biraz çəkilişləri gecə eləyirəm, çatdıra bilmirəm. Əlimdən gələn qədər çəkilişlər eləməyə başlayacağam, davam edəcəm. Hər gün deyirəm ki, bugün çəkiliş eləyəcəm, qalır. Hər gün deyirəm ki, bugün çəkiliş eləyəcəm, yenə qalır. Yəni eləyə bilmirəm. İstərsəniz alırım. Ya qonaq gəlir, ya nəsə bir şey olur. Ona görə edə bilmirəm. Heç bir paltar çevirmirəm, belə qatlayıram, qeydədikcə onsuz da çevirirəm. Çevirməyə də lazımsız vaxt itkisi olduğu hesab edirəm. Elə olur ki, bəzən enerjim olanda çeviririm, elə olur ki, heç çevirmək də istəmirəm. Şu qızlar mən qatladım. Bunları indi yerbəyer eləyəcəm. Bunlar qaynanam gidə. Bu heç qaynam. Bu da ki uşağın paltarları qatladım. Bunlar isə qurumayanlardır. Kombilərin üstünə ataq ki qurusun. Qızlar dünən başıma bir hadisə gəlib. Sizlə də bölüşmək istədim. Dünən demək qaynatam Sismində idi. Mənə də dedi ki, hələ gündüzdən mənə tapşırmışdı ki, bu arada qaynatam da qaynanam da çox yaxşı insandılar. Yəni dəhşətli çox maşallah gözləyəməsən. Maşallah olmayanlara da qismət, olanlarınki də ki inşallah yaxşı olar. Qaynatam mənə tapşırdı ki, su qəşəng gəlir. Bizdə şəhər yeri olduğuna görə su biraz problem olur. Bir gündən bir də elə bir ki, həftənin cüt günləri gəlir də su. Qaynatam mənə tapşırdı ki, su qəşəng gəlir. Amma ki, özü şey eləmə də, necə deyim, yorma, yəni xalçacaq yumağa çalışma. Yəni həqiqətən də çox qəşəng su gəlirdi. Mən də gözlədim, səbrim çatmadı. Kaldurumda da ki, bunlar da burasıdır. Kaldurumda da ki, 2 dənə xalça var idi. Dəhşət qızım üstüm batırmışdı da. O dərəcədə ki, dözə bilmirdim. Yəni necə deyim, çirkli görəndə oranı dözə bilmirdim də. Hə, mən də gözlədim. Qaynatam işə gedəndə dedim yox, belə olmaz. O işə gedən kimi başladım xalçaları yumağa. Qaynanama da yalvarmışam ki, ana,
xahiş edirəm. Atama demə. Mən xalçaları yuyum da. Buranın xalçasıydı. Bu xalçanı yumuşam. Bunu çoxdandan yumuşam. Onlar evdə olmayanda qurutmuşam. İşə sərdim də. Hə, dedim ki, demə, mən də xalçalarımı yuyum. Nəsə elə oldu ki, bir dəqiqə buradan çək. Hə, elə oldu ki, mən başladım xalçaları yumağa. Qaynanama da dənədən tapşırdım ki, demə ha. Nəsə başladım atdım 2 dənə xalçanı qəşəng yudum. Şıpır şıpır. Dedim fürsətdə qaynatam da işlədi. Qoy yuyum. Sonra evdə olsa mən qoymayacaq xalça yumağa. Nəysə ikisini də yudum. Xalçanı yuyandan sonra nə hadisə baş verdi. Hava elə bir məni gözləyirdi. Bir dolu yağdı, bir dolu yağdı. Hə, dəhşət başıma hadisə gəldi, dolu yağdı. Yuduğum xalçaları çəkdim bu tərəfə qoydum. Suyu da ki, sizilə. Yəni çox peşman oldum. Amma əsas odur ki, yudum da quruyacaq. Hə, belə. Bu da qarışdı. Qızımın qurtqasını çıxarmışam, elə necə gəldi, atmışam bura. Çalışdığım qədərilə paltar şkafını səlqəli saxlamağa çalışıram. Belə qatdaqlı həmişə. İstəmirəm də çox qarışsın, qarışanda təmizləmək olmuş. Dəhşət dağılır, aləm bir-birinə dəyir. Belə. İndi isə bura qaldı, bir də bura. Bu arada qızlar qaynana qaynatan ilə yaşamaq necə hisli, çətindimi, asandımı, evli olanlar, qaynanası ilə qaynatası ilə yaşayanlar və yaxud baldızı ilə yaşayanlar. Sizə necədir, çətindir, asandır? Yəni məsələn qaynananız işinizə qarışırmı, qaynatanız işinizə qarışırmı? Necə deyim, sizə kömək edirlərmi, yoxsa sadəcə özünüz mü iş görürsünüz, hər işi özünüz mü edirsiniz? Bizdə belə deyim də, məndə qaynanam mənim işimə qarışmır. Məsələn, təsadüf, buna bax, buna şəpşəplər geyib gedir. Bizdə məsələn, qaynanam işimlə qarışmır. Qaynanam daha doğrusu evdə olmur, işdə olur, iş adamıdır, yəni işə gedir. Görə mənim işimə qarışmır da. Qaynanam da ki, işimə qarışmır, daha doğrusu şah yıxıldı başım qarışdı. Hə, qaynanam mənim işimə qəti surətdə qarışmır. Yəni məsələn, bunu niyə belə elədin, bunu niyə elə elədin, niyə gec durmusan, niyə yatmasan və yaxud da niyə bunu bişirmisən, niyə bunu geymisən, hara getmisən, haradan gəlirsən, niyə bu vaxt gəlirsiniz? O kimi məsələlər bizdə yoxdur. Yəni olmur da daha doğrusu. Qaynatam da ki, mənim ikinci atam kimi atamdır. Yəni mənə qarışmaz, deməz ki, niyə bunu belə elədin? Əksinə mənim qaynatam mənim köməkçimdir. Yəni qaynanamı əvəz edir də. Qaynanam mənə kömək eləməsə də, evdə olmasa da, qaynatam mənə kömək eləyir hər işimə. Allah onun canını sağ eləsin, bizim başımıza üstündən əksik eləməsin. Yəni mənim hər işimə kömək eləyir. Yəni qoymur ki, bir problemim olsun. Bazarlığıma edir. Bazarlıqdan əlavə şərt bazarlıqdan getmir. Məsələn, necə deyim? İşimdə məsələn uşağıma kömək eləyir tutmağa və yaxud da bəzən elə olur ki, nə işlərim olur da, çay elə olur, çay qoya bilmirəm, çayımı qoyur, elə olur. Məsələn də hər işimə kömək eləyir. Yəni bu xassiyyətinə görə dəhşət, yəni çox istəyirəm hər ikisini. Tək qaynatam yox, qaynanamı da çox istəyirəm. Belə qızlar indi isə bu corabları qatlayaq yerlərinə, sonra davam edək söhbətimiz. Hə, işlərimə kömək eləyir deyəndə məsələn. Mən çox işimə kömək eləyir də. Necə deyim? İpi paltarlarımı məsələn ev olur ki, yumuşamasmışam, bir gətirir, kombiləri sərir, quruyur. Və yaxud da nəsə bir işim olanda uşağıma kömək eləyir. Görür ki, məsələn uşağım su çay verir, su verir. Nə bilim hər işimə kömək eləyir. Allah belə qaynanaların canı sağ eləsin. Qaynanam da ki, mənim işimə qarışmaz. Deyim ki, belə də. Gəlir, yeyir, içir. Özünə də belə. Mən əksinə özümdə qoymuram əslində belə qalsa. Çünki mən elə insanam ki, yəni işimi tək görməyi sevirəm. Həm də deyirəm ki, gələcəkdə məsələn də ayrılmaq fikrimiz olsa, elə bir fikrimiz yoxdur ümumiyyətlə. Evimiz plana düşsə, hə, onda belə fikrimiz var ki, ayrılaq da. Hələ ki, bir fikrimiz yoxdur. Onda ayrılsaq, niyə çətinliyi öhdəsindən gələ bilməyəcək vəziyyətdə qalın da? Məsələn, qonağım gələndə yemək bişirə bilməyim, elə də qalın belə çarəsiz, çıxılmaz vəziyyətdə. Amma mən qonaq gələndə şükür Allaha, 20 qonaq da gəlsə, 30 qonaq da gəlsə, yaşımaz olmalığa baxmayaraq öhdəsindən gəlirəm, hər işi. Yəni demirəm, qaynanam da çox kömək edib mənə təzə gələndə belə. Bilmirdim, adətən mənə fərqli idi də. Amma çox mənə dəstək oldu, belə kömək elədi ilk gələndə, amma sonra özüm eləməyə başladım hər şeyi. Ki qonağım da gələndə bir çox nə qədər özüm eləyirəm hər şeyi ki, həm öyrənim, çətinliyə alışım. Həm də ki, niyə hər zaman kimləsə məsələn deyim ki, mən kömək elə, qaynanam da olsa kömək elə yemək bişirim və yaxud da nə eləyəm. Ona görə hər şeyin öhdəsindən özüm gəlməyə çalışıram. Corablar da qızlar bizdə kaldırda belə. Mənim termom çox böyük olduğuna görə otağıma sığışmır, termosuz qalmışam. Belə kaldırda qoymuşam. Bu çəkiləcək, ancaq corabları yığırıq da belə. Kişilərin corablarına. Məsələn belə qatlayıram, atıram bura. Kimə lazım oldu qaynam yoldaşım atam. Belə istifadə edilir. Çox belə ümumidə. Burada belə. Qızlar, buranı da siz yığışdırdım. Qızımın yerini yığdım. Burada belə. Belə. İndi isə qaldı buranı pis soslayım. Təmizləmişəm. Bir dənə tostları anlayayım. Gəlirəm. Sonra kızlar qaynatam gəldi, alışveriş eləyib. Belə lobiyalı, heç qızımın şirniyyatı da olmazsa olmazdı. Babası gələn kimi deyir, nə aldın? Kök, paraşok. İndi isə bunları yerbəyer eləyək. Bir də burada belə yağ. Əslində biz bu yağdan işlətmirik. Prosta indi olmadığına görə zakaz vermiş gələnə qədər bundan istifadə edəcəyik. Sonra belə bud dibi də deyəsən. Toyuq. Bir də belə bir farş alıb, toyuq farşıdır. Mən bundan datlı qəşəng bir çıxır hazırlayıram. İndi isə bunları da yerbəyer eləyim, gəlirəm.
İndi isə biraz qızlar kotlet istəyim var. Qreçkam var idi deyə dedim biraz kotlet eləyim. Dünən biraz qızıma qızartmışdım, biraz istilikdən saxlamışdım. Aha, indi isə bunu kotlet eləyək. Qreçkam da var. Vəsə belə. Günortanı yola verək. Axşama da inşallah ət etmişəm qaynasın. Ətin suyunu götürüm. Maş sup eləyəcəm, yəni lobya supu. Bir də toyuq falan qızartaram da belə bir maşınla falan. Son anda Zəkki evə qonaq gəlir, çatırlar uje. Mən də əlimdən olandan, evdə olanlardan tez belə bir süfrə hazırlamağa çalışacağam. Dedim sizlərlə də bölüşüm, meyvə, konfetləri yığdım, belə ləpələr. Belə gəncəsini isə hazırlayaq. Neysə, belə şokoladın birini bura qoyum. Meyvəni bura, şokoladın birini bura. Ləpə qabına. Bunu belə mən evdə həmişə zapas saxlayıram hər şey. Ki birdən qəfil qonaq gəlir. Sup da belə. Bu konfet qabını da belə qoyacağım. Qızım düşərə. Bunları da bitişdirəcəm indi. Ləpə qablar olacaq. Bir dəqiqə. Burada yığım. Qaynanam da işlədi. Tək bilmirəm neyini. Əlimdən gələn qədər istəyirəm ki, həmişə qonaq qarşısına yaxşı çıxım. Bu belə. Bir dənə ləpə qabı. Biri belə. Biri də bu deyəsən çox qara oldu. Yağla dəyişim. Birini də birini götürüm. Dəyişim bura qoyum. Bu belə olsun. Bunda xurma da var. Neysə, bir ucunu da gətirim. Bu belə. Bu da necə deyək? Bir sobalarını da gətirim. Başlayaq bəzəməyə. Qızlar hələ ki evdə olandan Allah verəndən, biraz pasta saxladıqlarımdan bunları elədim. Bu şirniyyatı doldurdum, qoydum, belə rəpə qoydum. Yəni şokolad, simişka var, simişka qoydum, belə limon falan belə. Meyvə də belə. Saxlamışdım deyə. İndi qaynanamla qaynatama göndərdim. Marketə getsinlər, biraz şirniyyat alsınlar, belə. Yox, bunlar da görsünlər. Sonra meyvələrimi yiyək. Qızlar, indi isə mən bir stəkan çayımı içib fasilə verirəm. Siz də videomu bəyəndinizsə, bəyən tuşuna basmağı, yorum yazmağı, abunə olmağı unutmayın. Yəni hər birinizə xoş izləmələr.